Gürcüstan prezidenti Mixail Kavelaşvili Bakıda rəsmi səfərdə olub və burada Azərbaycan Respublikasının baş naziri Əli Əsədov ilə görüşüb. Görüş iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində keçirilib. Söhbətdə əsasən iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, birgə regional layihələrin inkişafı, Cənubi Qafqazda sülh və sabitliyin vacibliyi müzakirə edilib. Rəsmi məlumata görə tərəflər ticarət, iqtisadi əlaqələrə və orta dəhliz imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetiriblər ki, bu da yük daşımaların həcminin artırılmasını nəzərdə tutur. Gürcüstan prezidenti Azərbaycan baş nazirinə ölkənin suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib. Mixail Kavelaşvili Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşüb. Gürcüstan nümayəndə heyətinə Xarici İşlər Nazirinin müavini Laşa Darsaliya, parlamentin deputatları Givi Mikanadze, Zaur Darğallı və Savalan Mirzoyev daxildir. Səfərin əsas mesajı Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə fəal şəkildə inkişaf etməkdə davam etməsi və iki ölkənin regional sabitliyin və rifahın möhkəmləndirilməsi üçün birgə işləməyə hazır olması olub.